Salam uşaqlar, bugünkü mövzumuz üçbucağın meridianı. Səhifə 53-54. Başlayaq dərsimizə. Uşaqlar, siz mənə deyin görüm, üçbucaq nə idi? Üçbucaq bir düz xətt üzərində olmayan 3 nöqtə. Birdən düz xətt üzərində olmayan 3 dənə nöqtə. Və bunların cüt-cüt birləşməsindən əmələ gələn fiqura demişdik ki, üçbucaq deyilir. Cüt-cüt birləşdirirəm. Bunları bir birləşdirdim. Bunları bir, bunları bir. Əmələ gələn fiqur bizdə nə olmuşdu? Üçbucağımız olmuşdu. Bu halda üçbucaq. Uşaqlar, biz sizinlə bugün danışacağıq üçbucağın medianı haqqında. Median nədir? Median təpədən çıxaraq qarşı tərəfin ortasını birləşdirən düz xəttə deyəcəyik üçbucağın medianı. Həmin təpədən çıxan median. Baxın, məsələn, ABC üçbucağı verilmişdir. Deyirəm ki, A təpəsindən median çək. Uşaqlar, median çəkmək üçün A təpəsindən birinci bunun orta nöqtəsini bilməliyəm. Yəni, orta nöqtə deyəndə nə olmalıdır uşaqlar? Tam yarıya bölməlidir, düzdürmü? Tam ortası deyirəm, hə, təqribi bura. Aha, bu təpədən çıxır və bu tərəfin ortasını birləşdirir. Bu olur bizim AD medianımız. Bu formada təyin edəcəyik. A təpəsindən çıxdığına görə bunu mən MA kimi də işarə edə bilərəm. Problem yoxdur. Keçirəm. İndi B təpəsindən medianı çəkirəm uşaqlar. Baxın, qarşı tərəfin ortası. B-nin qarşısı nədir? AC. AC-nin ortasını tapıram. Orta nöqtəsini tapıram. Tapandan sonra bunu birləşdirirəm. Keçirəm ardına. Deyirəm, hə, AB-nin C təpəsindən keçən medianı çəkək. Bu olsun B medianı. Aha, medianı çəkirəm. Qarşı tərəfin ortasını birləşdirən düz xətt CK medianını da çəkdim. Bu oldu bizim medianlarımız uşaqlar. Bir dənə medianda əsas bilməliyəm ki, qarşı tərəfi nə vardı? Yarıya böldü. Bu tərəf, yəni bu tərəfə bərabərdir. Yəni ümumilikdə 10 cm-dirsə, deyəcəm 5-5 formasında ayırdı. Həmçinin AD medianı da BC tərəfini yarıya böldü. Bu tərəf bərabərdir bu tərəfə. Həmçinin bu birisi də yarıya böldü deyə bilərik. Bu oldu bizim medianımız. Bir daha deyək, median nə oldu? Median təpədən çıxaraq qarşı tərəfin ortasını birləşdirən düz xəttə həmin təpədən çıxan median deyilir. Yəni, uşaqlar, biz sizinlə, baxın, 3 forma keçəcəyik. Median, tənbələ, hündürlük. Bunu hətta 7-də də, 8-də də, bütün siniflərdə demək olar ki, keçəcəksiniz. Və uşaqlar, get-gedə də bunların düsturları artacaq. Sizə hal-hazırda ən sadə formasını bildirir ki, median nədir? Bir də medianın nə olduğunu bilmək lazımdır. Qarşı tərəfi yarıya böldü. Yəni, bura ümumilikdə 10-dursa 5-5 yazacam. Bura ümumilikdə 12-dirsə 12-ni yarıya böləndə 6-6 yazacam. Bura ümumilikdə 14-dürsə 7-7 yazıb işləyə bilərəm. Bu oldu bizim medianımız. Burada problem yoxdur uşaqlar. Problem yoxdursa, gəlin sual üzərindən baxaq. Görək bizə nə suallar verilib. Başlayaq suallarımıza. Səhifə 53-də birinci suala baxıram. Deyir ki, verilmiş fiqurun doğru yaxud yanlış olduğunu müəyyənləşdirin fikrin. İndi A variantında deyir. A1 parçası ABC üçbucağının medianıdır. Uşaqlar, düzmü deyir? AM parçası ABC'nin medianıdır. Bir dənə baxıram şəklə. Belə bir şey verilib. Və deyir ki, bura 5-5 böldü. ABC. Deyir ki, bu AM, BC'nin ABC üçbucağının medianıdır. Bəli, doğru. Səbəb niyə? Qarşı tərəfləri yarıya böldü. 5-5 formasında böldü. Bax, bunu əgər fərqli bölsəydi, yəni orta nöqtəsini birləşdirməsəydi, mediandan danışa bilməzdim. Bax, B variantında 4-6. Birinin uzunluğu 4'də 6'dır. Orta nöqtədirmi? Orta nöqtə nə deməkdir uşaqlar? Orta nöqtə tam yarıya bölən nöqtə deməkdir. Birinin uzunluğu 4'dür. Baxın,
MP'nin uzunluğu 6'dır, P'nin uzunluğu 4'dür. Yarıya bölünməkdən söhbət getmir. Deməli, B variantında 3 mediandır fikri səhvdir. C variantında 3 böldü. Bəli, ST, PRS 3 medianıdır. Doğrudur. Burada problem yoxdur uşaqlar. Problem yoxdursa ikinci suala baxaq. Bizə nə deyir 2-də? Bir daha qaydanı yadımıza salaq. Uşaqlar, qayda dəftərinizə yazmamısınızsa, qayda dəftərinizə yazın. Dedik median nə oldu? Təpədən çıxır, qarşı tərəfin ortasını birləşdirən düz xəttdə həmin təpədən çıxan median deyildi. Bu qədər uzun uzadı qayda deməyinizə ehtiyac yoxdur. Mən məsələn şagirdlərimizə tələb eləmirəm. Yəni sən bunun məğzini bil, kifayətdir. Median nədir? Çəkdin, yarıya bölməlidir, ortasını birləşdirməlidir. Qurtardı, doğru dildə. Başqa heç nə lazım deyil. Yəni əzbər qayda deməlisən, deyilən bir şey yoxdur. Birdən bildim, bir daha deyim. Nə oldu? Təpədən çıxdı, qarşı tərəfi yarıya böldü. Qurtardı, median bundan başqa bir şey deyil. Keçdim indi ikinci suala. İkincidə bizə nə deyir? A variantının uşaqlar şəklini çəkim, sonra oxumağa başlayayım. Görüm nə deyir. İndi deyir ki, üçbucağın medianları çəkilib. Aha, deməli AIM nədir burada? Mediandır. Hər birində medianları çəkilib. Uyğun parçaların uzunluğunu tapın və perimetri hesablayın. Mənə nə deyir? MC'ni tap. Uşaqlar, orta nöqtəsini birləşdirirsə, bura 4-dürsə, bura nədir? Bura da 4, məcbur. Çünki eyni bölməli idi. 4, 4, 5, 5, 6, 6, 7, 7 eyni qiymət almalıydı. Bunu bilirəm. BC bərabərdir sual. BC ümumilikdə nə oldu? 4 plus 4, BC'miz də 8. Bunu da bildim. PABC. ABC'nin perimetri nədir? 7, 6, 8. Bu üçün cəmi. PABC bərabərdir 7 plus 6 plus 8. Bu da bərabərdir 21 cm. Qurtardı. Bu formada təyin elədik. Keçək növbəti suala. B variantına. Belli belə A nöqtəsi, B nöqtəsi, C nöqtəsi, bir də ki D nöqtəsi verilmişdir. Uşaqlar 5 cm, 6 cm, 5 cm. Sıracı median olduğuna görə heç bilmirəm nə istəyir, nə istəmir. Deyirəm ki, hə, bura 5-dirsə, bura da 5. Yarıya bölmə söhbətinə görə. Bunu tapdım. Deyir AD-ni tap. Tapdım 5. AC-ni tap. 5 plus 5, 10. AC-miz. PABD. ABD. Bu üçbucağı. Onda PABD bərabərdir. 6 plus 5 plus 5. Bu da bərabərdir 16 cm formasında təyin olunur. C variantına da baxıram uşaqlar. Çünki C variantında 2 dənə median çəkilib. 2 dənə median çəkilməsəydi tapmayacaqdım. Deyəcəkdim özünüz işləyin. Uşaqlar, birinci AIM medianına görə başlayıram hesablamamı aparmağa. Nəyi istəyir heç baxmıram. Tapa bildiyinizi, ümumiyyətlə həndəsə tipli suallarda. Birinci özünüz göz gəzdirin. Nəyi tapa bilirsiniz tapın. Sonra yavaş-yavaş şərti oxuyacağım. Deyəcəm.
Deyirəm ki, ayın mediandır. Mediandırsa yarıya bölməlidir. Bura 4-dürsə, burada 4. Yazdım. Keçdim. Digər mediana baxıram. CL. CL mediandır. Deməli AB-ni yarıya bölməlidir. Deyirəm ki, bura 6-dırsa, burada 6-dır. Bunu da bildim. Onda deyirəm CB-nin ümumi uzunluğu nə oldu? 4 plus 4, 8. AB-nin ümumi uzunluğu nə oldu? 6 plus 6, 12. Yaza bilərəm. Bura kimi mən rahat formada tapdım. Tapandan sonra deyirəm nə istəyirdi bu? MC 4. BC ümumilikdə 8. PABC 12 plus 8 plus 7. 27. PABC bərabərdir 12 plus 7 plus 8. Bu da bərabərdir 15 plus 12, 27. Formasında təyin olundu. Qurtardıq uşaqlar, sualımızı belə təyin edirik. Ümidvaram ki, aydın oldu. Keçək növbəti sualımıza. Uşaqlar, mövzunu bəyənsəz, bəyənməyə, abunə olmağı və bir dənə də heç olmasa şərh yazmağı unutmayaq. Növbəti, 3-cü sualda bizə nə deyir? Birinci, şəkli çəkirəm. Görüm nə deyir şəkildə. Sonra oxumağa başlayın uşaqlar. Həndəsə tipli məsələlərin həll edilməsi üçün mütləq şəkildə şəkli heç olmasa biraz da olsa oxşadın. BC. Şəklini nə qədər qəşəng çəksə, sualı bura o qədər yaxşı işləyə biləcəksiniz uşaqlar. Yadınızdan çıxartmayın. İndi mənə nə deyir? Adi parçası perimetri 26 olan ABC üçbucağının medianıdır. Bir dəfə də deyək. AD nədir? Median. Bunu bildim. Mediandırsa qeyd elədim. Bir də AD median yazmama ehtiyac yoxdur. Yazı da bilərsiniz, yazmaya da bilərsiniz. Medianda, median deyəndə nəyi nəzərdə tutdu? Qarşı tərəfi yarıya bölməyi. Bərabərliyi yazdım. Və deyir ki, perimetri nə olan? ABC'nin perimetri 26 olan deyirsən. Perimetri 26 cm olan ABC'nin medianıdır. Deməli, ABC üçbucağının perimetri 26. Bura kimi problem yoxdur uşaqlar. Bunu yazdım. Keçin, bax, bura kimi sualı mən başa düşdüm. Əsas elə mənim başa düşməyimdir. Əsas sizin başa düşməyinizdir. Bax, bura kimi başa düşün, sonra ardını oxuyun. Dedim, mediandır, yarıya bölməyini göstərdim. PABC-ni verib 26. Başqa şey yazmamışam. Ardını bilmirəm nə deyir. Deyir ki, AB və AC tərəfləri hər birinin uzunluğu 8 cm olarsa, AB-nin uzunluğu 8 cm, AC-nin uzunluğu 8 cm olarsa, BD parçasının uzunluğu neçə santimetrdir? BD parçasının uzunluğu sual. X. Uşaqlar, dedik. Perimetri nədir? Bütün tərəflərin cəmini düzdürmə. Deyin görüm. Bura x-dırsa burada nədir? X. Onda x plus x nə eləyəcək? Bura ümumilikdə BC-miz 2x. Onda uşaqlar, bunun perimetri 2x plus 8 plus 8 bərabər də 26 yaza bilərəm. 2x plus 16 bərabər də 26-ya. Hər tərəfdən 16 çıxsa 2x bərabərdir 10-a. Hər tərəfi 2-yə bölsə x bərabərdir 5-ə. X-in hansı qiymətində ödəyir? 5. BD-ni aldım 5. Bizdən də məhz BD-ni istəyirdi, səhv eləmirəmsə. BD-ni istəmirsə ardını davam elətdirəcəm uşaqlar. BD parçasının uzunluğu neçə santimetrdir? 5. Qurtardım. Uşaqlar, burada BC-ni də istəyə bilər. 5 plus 5, 10 yaza bilərdim. Problem yoxdur. Keçirəm növbəti suala. 4-cü sualda bizə nə deyir? Baxıram 4-ə. Dörtdə bizə nə deyirdi? Bizə deyir ki, belə bir üçbucaq verilmişdir. Birinci üçbucağımızı çəkək. Sonra işləyək, oxuyaq.
Deyir ki, YD parçası perimetri 21 cm olan YFK üçbucağının medianıdır. Deməli, perimetr YFK bərabərdir nəyə? 21 cm. Bunu yazdım. Və deyir ki, YD nədir uşaqlar? YD median. YD mediandırsa qarşı tərəfi yarıya bölür. Yəni bu hissə bərabərdir bu hissəyə yazmaq olar. Keçirəm ardına. Deyir ki, AB və AC tərəflərinin, başqa şey deyir. YF tərəfi 7 cm. FD tərəfi isə bundan 4 cm qısadır. YF 7 cm. FD isə bundan 4 cm qısadır. 4 cm qısadırsa, onda 4 çıxacam, düzdürmü? 7-dən 4 çıxanda neçə edir? 3. Bura 3-dürsə, buranı da 3 yazmaq olar mı? Yazdım. Və deyir ki, YK tərəfinin uzunluğunu tap. Bura 7, bura 6. YK'nın uzunluğu nədir? X. Bilmirəm. Ümumilikdə cəmi neçə eləməlidir? 21. X plus 7 plus 6 bərabərdir cəmi 21-ə. X plus 13 bərabərdir 21-ə. X bərabərdir hər tərəfdən 13 çıxsa 8-ə. X-in hansı qiymətində ödəyəcək? 8 qiymətində ödəyəcək. Keçirik 5-ci suala. 5-də bizə nə deyir? Şola 5-ci sualda nə deyir? 5-ci sualda deyir ki, dəftərinizdə düzbucaqlı üçbucaq çəkin. Xəttkeşdən istifadə etməklə üçbucağın düzbucaq təpəsindən median çəkin. Və medianın hipotenuza olan nisbətini tapın. Uşaqlar, bax düzbucaqlı üçbucağı çəkin. Siz bir dənə özünüz yoxlayın bunu. Düzbucaqlı üçbucaq bucaqlardan biri 90-dırsa. Çəkdiyimi. Və deyir ki, düzbucaq təpəsindən bir dənə median indir. Medianı çəkirəm. Çəkdim medianı. Və deyir ki, xəttkeşdən istifadə etməklə medianın uzunluğunun hipotenuzun uzunluğuna nisbətini tap. Hipotenuz nə edir uşaqlar? 90-ın qarşısındakı tərəf. Yəni medianın da uzunluğunu tap xəttkeşlə. Hipotenuzun da uzunluğunu tap. Medianı böl hipotenuza görə nə alacaqsan? Aydındır uşaqlar, sual nədən getdi? Bax, siz özünüz dəftərinizdə onu qeyd edin. Burada isə uşaqlar bunu niyə istəyir? Ümumiyyətlə yaddan çıxartmayın ki, bizdə düzbucaqlı üçbucaqda düzbucaq təpəsinə endirilmiş median hipotenuzun yarısına bərabərdir. Yəni medianın uzunluğu hipotenuzdan 2 dəfə kiçikdir deyə bilərəm. Yəni, tutaq ki, medianı hipotenuzu almışam 20, medianı alacam 100%'də 10. Hipotenuz 10-dursa median 5'dir. Hipotenuz 15'dirsə median 7,5'dir. 10 yarısına bərabərdir. Sizə də deyir ki, medianın 10'un hipotenuza nisbətini tap. 10 bölünsün 20, ikisini də 10'a bölsəm 1'in 2'yə nisbətdə olacaq. Siz bir dənə çəkin özünüz üçün. Medianı 20, hipotenuzu 20 çəkmək məcburiyyətində deyilsə, istənilən uzunluqda çəkə bilərsiniz. Medianı da çəkin. Baxın, görəcəksiniz ki, median 2 dəfə kiçik olacaq. Bir daha yoxlayın, yaxşı uşaqlar. Medianın hipotenuzun nisbəti 1'in 2'yə nisbətdə olur həmişə. Bunu deyə bilərik. Bu sizə prosto qayda formasında demir. Sadəcə deyir, özün yoxla gör nə alacaqsan. Aydındır sayılı uşaqlar. Mövzumuz bu qədər. Növbəti mövzumuzda görüşərik. Sağ olun uşaqlar.